Hansı halda əməliyyata qəbul etmirsiniz? Hansı halda və kimləri əməliyyat eləmirik? Birinci növbədə dəliləri əməliyyat eləmirik, açığını desək. Yəni biraz düzdür, məzəli çıxsa da psixoloji durumu həddən artıq aşağı olan, belə deyək, emosional oyanıqlığı olan və dayanıqsız pasientlər, psixoloji problem yaşayan pasientlər ümumiyyətcə əməliyyat olunmurlar. İndi sual verəsiniz ki, yəni elə bir estetik pasient varmı ki, öz qüsurundan dolayı həm də bir psixoloji rahat vəziyyətdə müraciət edirlər. Aydın sualdır bu. Çünki estetik əməliyyata gələn pasientlərin demək olar hal-hazırki vəziyyətlə bir 10-15 il əvvəlki vəziyyəti müqayisə eləsək, 10-15 il əvvəl deyərdik ki, 50-nin 50-yə idi. Yəni emosional rahat adamlar 50% müraciət eləyirdisə, emosional oyanıqlı adamların da faiz münasibəti 50% idi. Amma indi demək olar ki, tamamilə pozulub 90 bəlkə də 95% emosional oyanıqlı insanlardır. Biraz da öz şəxsi həyatlarında uğursuzluqlar qazananda, bir çoxları reputasiyalarında, şəxsi işlərində, iş mühitində, eləcə də ailə həyatında, qaynanı ilə savaşanda, nə bilim, yoldaşla dalaşanda hamısında bizə müraciət eləyirlər. Məcburuq ki, həm psixoemosional vəziyyəti normaya salaq, psixoloqluq eləyək, həm də estetik cərrahlıq eləyib onların vəziyyətini düzəldək. Ona görə indiki duruma qalanda bizim işimizin nə qədər ağır olduğunu görə bilərsiniz. Təbii ki, əməliyyat elə bir şeydir ki, əməliyyata getməzdən qabaq 100 ölçüb bir biçmək lazımdır. Əməliyyatdan sonraki situasiya, durum elə ola bilər ki, pasient ondan həddindən artıq razı qalar, məmnun qalar. Elə də ola bilər ki, hər şey əla olduğu halda onun ürəyində nəsə bir xal qalsın, nəsə bir qüsur kimi özündə onu fikirləşsin, tapsın və yenə də o kompleksi davam elətdirsin. Estetik əməliyyatlar kompleksdən dolayı müraciət olunan əməliyyatlardır və hər bir pasiyent də əməliyyatdan öncə hər zaman düşünüb ona uyğun müraciət eləməlidir. Çünki bir diş ağrısı, bir böyrək daşı problemi, bir apendisit deyək ki, bir kor bağırsaq problemi varsa, bu funksional problemdir. İnsan müraciət edir cərraha məcburiyyətdən, xəstəlikdən dolayı, amma estetik işləmlərin, müdaxilələrin bir çoxunda isə qüsur estetikdir. Yəni funksional deyil, yəni xəstəlik deyil. Sadəcə öz zahiri görkəminin, problemini, kompleksi yaşadığına görə müraciət eləmiş olur. Bizim də yanaşmamız buna uyğundur və hər bir pasiyentə də biz izah eləyirik. Bəzən bir pasiyentə biz günlərlə, saatlarla və hətta elə pasiyent olur, həftələrlə biz onları danışırıq ki, onların beynində tam formalaşsın, hər şey aydın, aşkar olsun, sonra müraciət eləsinlər estetik əməliyyata.